1. Yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırıldı. Burada Atabəy Şəmsəddin Eldənizdən bəhs olunur. 1136-cı ildə Eldənizlər dövlətinin əsasını qoymuşdu. 2. 1186-cı ildə hakimiyyətə gəldi. Həmədan döyüşündə qələbə qazandı. Tabelikdən çıxan vilayətləri mərkəzi hakimiyyətə tabe etdi. İkinci mətndə Qızıl Arslandan bəhs olunur. Qızıl Arslan 1186-1191-ci illərdə hakimiyyətdə olmuşdu və 1190-da Həmədan döyüşündə İraq Səlcuq Sultanlığına qalib gəlmişdi. Birinci və ikinci abzasda haqqında bəhs edilən hökmdarların ümumi cəhətləri. 1. Şirvanşahların tabe edilməsi düzdür. Şəmsəddin Eldəniz 1160-cı ildə 1-ci Axsitanı hakimiyyətə gətirmişdi. Qızıl Arslan isə 1191-ci ildə Şirvanşahları yenidən özünə tabe etmişdi. 2. Sultan titulu daşıması Qızıl Arslana aiddir 1191. 3. Dəbil əmirliyinin dövlətə birləşdirilməsi bu ümumiyyətlə Şəddadilərə aiddir. Fəzl-i bin Məhəmmədin dövründədir. Monqol qoşunlarına qarşı mübarizə aparılması Atabəy Özbəyin dövrünə aiddir. Cavabımız yalnız 1.